Yəqin ki, mənim təcrübəm çatmır, amma mən əminəm ki, sənin bu seçimin arxasında böyük bir məna var. Nə olar, xahiş edirəm, o mənimlə bölüş. Niyə sırf qarğıdalını seçdin? Əminin ağzına pox... Hə? Elbrus kimdir burada? Mənəm Elbrus! Qozuma ki. Mənim üçün xüsusi, fərdi belə bir dənə atalar sözü fikirləşə bilərsin. Yaxşı. Adın nədir oğul? Hival. Nə işlə məşğulsan? TikTokerəm. Boyun neçədir? 1.90. Soxsam yoxsa? Peki başa düşün, deyə bilmirəm, utanıram. Allah, bu nə xasiyyətdir bu millətdə? Allaha and olsun, bura yığılmışam. Sənə gərək bu boyda dərdin şişib bu boyda olsun, sonra qoh məğrabaya zülm verəsən. Özün sən nədən utanırsan ay kişi? Utanar adam pis əməlindən, özgəsinə pis rəftar eləməkdən, oğraşdıqdan, oğurluqdan. Sən həkim yanına gəlmisən. Mən 12 il təhsil almışam ay kişi. Mən morqda adam doğramışam. Sən mənə burada gəlib nə danışa bilərsən ki, utanmalı olsun? Nə pox yemisən sən? Hardan bildiniz?